Bugün sizə hamiləlikdə aparılan tarıma testləri haqqında qısa məlumat vermək istəyirəm. Hamiləlikdə tarıma testlərinin əsas məqsədi hamiləliyin erkən həftələrində dölün xromosom anomaliyaları baxımından riskini müəyyən etmək üçün aparılır. Bu testlər diaqnoz testləri deyildir, sadəcə risk müəyyən edərək bir sonraki mərhələyə ehtiyac olub-olmadığını göstərir. Hamiləlikdə aparılan ilk tarama testi hamiləliyin birinci trimestrində, yəni 11-ci 14-cü həftələr arasında aparılan ikili tarama testidir. Bu test zamanı dölün ənisə qalınlığı, burun sümüyü və bəzi parametrləri ölçülərək, eyni zamanda həmin gün anadan alınan qanda bəzi parametrlərə baxılaraq bir risk orlaması çıxarılır. Bu testlərin nəticəsi düşük risk ya da yüksək risk olaraq qiymətləndirilir. Əgər nəticə yüksək risk olaraq çıxarsa, ailəyə detallı bu haqda məlumat verilir və bir sonraki test üçün yönləndirilir. Testin yüksək çıxdığı təqdirdə bir sonraki testimiz, yəni eyni qaydada qeyri-invaziv bir yöntəm olaraq ilkin aşamada NIPT testi olur. NIPT testi ananın qanından dölün sərbəst DNT-lərin baxılmasına əsaslanan testdir. Yəni eyni şəkildə qeyri-invaziv bir testdir. Hamiləliyin 10-cu həftəsindən etibarən aparılır və daha yüksək ehtimalla xromozom anomaliyalarına, yəni Down, Patau, Edward kimi xromozom anomaliyalarına qarşı yüksək həssaslıq və spesifitəyə sahib testlərdir. Bu testlərin də eyni qaydada nəticəsi düşük risk ya da yüksək risk olaraq nəticələnir. Əgər testin nəticəsi eyni qaydada yüksək risk olaraq nəticələnərsə, artıq invaziv metodlar olan CVS və ya amniosentezə haqqında məlumat verilir və dəqiq diaqnoz testlərinə keçmək məcburiyyətində qalırıq. Ancaq testlərin nəticəsi düşük risk olaraq qiymətləndirilərsə, artıq böyük ehtimalla döldə bir problem olmadığı qərarına varılır və ailəyə bu haqda məlumat verilir və daha iləri yöntəmə, metoda ehtiyac qalmır. Hamiləlikdəki bu tarama testlərinin məqsədi mərhələli keçid olmasıdır. Yəni, burada həm ananın, həm körpənin lazımsız müdaxilələrdən və risklərdən qorunması üçün daha yüksək invaziv metodlara keçməməsi üçün birbaşa olaraq aparılması tövsiyə olunur. Yəni, burada da əsas məqsəd təbii ki, biz həkimlər tərəfindən ailə, hamilə qadın, fərdi risk faktorları əsasında qiymətləndirərək qərar veririk.